Hı hı. Deməli, məşğələnin idarə edilməsi mexanizmləri deyəndə nəzərdə tutulan gözləntidir, qaydadır, prosedurdur, bir də konfliktin həllidir. Konfliktin həlli deyəndə, yəni mübahisələrin həllidir. Bu biz bilirik ki, uşaqlar arasında istər-istəməz mübahisə olur və bu hansı üsullardan istifadə edəcəyi, onlar haqqında danışacağıq. Ümumiyyətcə, məşğələni düzgün tərtib etmək üçün, qrup fəaliyyətinin yaxşı olması üçün əvvəlcədən hazırlaşmaq lazımdır. Və burada məşğələ və qrup fəaliyyəti düzgün təşkil olunanda hər bir uşaq ondan nə tələb olunduğunu, necə davranmalı olduğunu, konkret situasiyalarda, proseslərdə hansı addımları atmalı olduqlarını bilirlər. Bunun üçün tərbiyəçi müəllim onlara düzgün qayda, prosedur, gözlənti haqqında məlumat verməlidir. Burada gözlənti nədir? Gözlənti normal tədris mühitinin saxlanılması üçün müəyyən edilmiş təlimatlar sistemidir. Yəni qarşı tərəfdən uşaqdan gözlədiyimiz davranışlar olur ki, onlar gün ərzində hansı davranışları yerinə yetirirlər, işləri necə ardıcıl yerinə yetirirlər, bunların hər biri gözlənti vasitəsilə həyata keçir. Gözlənti bütün insanlara aid formada, yəni sadə olmalıdır, anlaşılan olmalıdır, sadəcə məhdud və müsbət yazılmalıdır. Necə sadə olmalıdır? Yəni uşaqların başa düşəcəyi tərzdə olmalıdır, çox olmamalıdır, müsbət yazılmalıdır. Məsələn, deyir ki, gün ərzində gözlənti başqalarına qarşı xeyirxah və nəzakətli olun. Bunu əvvəldən tərbiyəçi mənim uşaqlara izah edir. Digər insanlara qarşı hörmətli olmalıyıq, xeyirxah olmalıyıq, nəzakətli olmalıyıq. Müəllimlərimizə, yoldaşlarımıza hörmətlə yanaşmalıyıq. Avadanlıqlara, oyuncaqlara, əşyalara zərər vurmamalıyıq. Bunların hər biri gözləntiyə daxildir. Davranış gözləntilərdə məsələn hamıya hörmətlə yanaşın. Məsuliyyətli olun, təhlükəsizliyə riayət edin. Gözləntilərin izahı məsələn hamıya hörmətlə yanaşın. Sakit işləyin, başqalarına mane olmayın, başqaları danışanda həmən insanlara diqqətlə qulaq asın. Yəni bir növ bağçanın gedişatında olan prosesdən bəhs eləyir ki, uşaqlara sözlü şəkildə verdiyimiz bu hər biri təlimatlardır. Məsələn, hörmətlə yanaşmaq, təhlükəsiz qaydalarına riayət etmək, sözünüz olanda məsələn əlinizi qaldırın, növbənizi gözləyin. Bu şəkildə. Hətta oyuncaqdan istifadə edərkən belə bu kəlmələrdən istifadə edirik. Daha sonra asta geriyin var məsələn burada. Hansısa hadisə baş verəndə müəlliminizə xəbər edin, tələsməyin, qaçmayın. Bu kimi sözlərdən istifadə olunur. Gəlir qaydalar. Qaydalar nə deməkdir? Məsələn, gözlənti haqqında biraz məlumatımız oldu. Bildik ki, davranışla bağlı olanda sadə olur, sadəcə məhdud olur, müsbət yazılır, müəllimlərə, yoldaşlara qarşı hörmətlə yanaşmağı tələb edir. Bəs qaydalar necə olur? Qaydalar adətən davranışla bağlı olub, daha çox mənfi davranışlara məhdudiyyət qoyulması və müəyyən işlərin məcburi şəkildə yerinə yetirilməsi şəklində ifadə olunur. Bu nədir? Yəni qaydalar uşaqlarla birgə yaradılır. Çünki insan psixologiyası elədir ki, özü bir işi, bir qaydanı qoyanda daha yaxşı yadında saxlayır. Yəni tərbiyəçi və uşaqlar birgə qaydaları hazırlayırlar və buna əməl edirlər. Və hər zaman inkar yox, təsdiq cümlələrindən istifadə olunmalıdır. Tutaq ki, qaçma əvəzinə daha çox məsələn düz istifadə olunur bu sözlər qaçmadan deyirik, amma bu əvəzinə yerimək lazımdır kəlməsi işləndikdə daha belə bir qədər yaxşı olur və hər zaman qaydanın sayının çox olmamasına diqqət yetirməliyik. Nəyə görə? Çünki 5-dən artıq qayda olanda uşaqlar yorulurlar və buna əməl etmək istəmirlər. Ona görə qaydanın sayı çox olmalı deyil, 3-5 qayda olması kifayətdir. Və qaydaların bayaq da qeyd etdiyim kimi hazırlanmasında uşaqların iştirakı nəyə görə vacibdir? Çünki yenə də qeyd edirəm, insan psixologiyası özünün tərtib etdiyi qaydaya daha çox əməl etməyə çalışır və əməldə edir. Bəs qaydaları hazırlayarkən nələrə diqqət edilməlidir? Sadə, dəqiq, aydın olmalıdır. Qeyri-müəyyənliyə yol verilməməlidir. Uşaqlar nə demək istədiyimizi aydın, sadə dildə, yəni başa düşməlidirlər. Yəni çox terminlərdən istifadə edərək, elmi, nə bilim, bədii üslublardan istifadə edərək biz fikrimizi səsləndirəndə uşaqlar bunu anlaya bilmirlər. Ona görə müəyyən qədər qısa və sadə olmalıdır, aydın olmalıdır, başa düşülən olmalıdır. Davranışla bağlı olmalıdır, məşğələ fəaliyyətlərinə və idraki fəaliyyətə aid etməməlidir.
müsbət dildə yazılmalıdır. İnkar yox, təsdiq cümlələrindən istifadə olunmalıdır. Məsələn, belə etmək əvəzinə belə etsən daha yaxşı olar. Bu şəkildə. Edilə bilən olmalıdır. Özünüzə hörmət edin, anlaşılsız və sanki mücərrət olduğu üçün əlçatan edin. Yəni bu sözdən istifadə etmirik. İllüstrasiyalar nəzərə çarpan etməli. Məsələn, elə şəkillər olur ki, orada uşaqlar görürlər ki, doğrudan bu davranış qaydalarına əməl etmək lazımdır və ya əməl etmək lazım deyil. Həmin şəkillərdən, illüstrasiyalardan istifadə olunur. Bir də qaydaları pozanda bəzən testdə də düşür, müsahibə sualında da bu sualı verirlər ki, uşaqlara cəza verirsinə. Əslində vermirəm sözü yanlış olar. Çünki nəyə görə? Ədalətli cəza olmalıdır. Ədalətli cəza da odur ki, məsələn, uşaq boyanı deyək ki, masanın üzərinə dağıdıbdır və yaxud da masanın üzərinə su dağıdıbdır. Bir parça veririk ki, al indi özün təmizlə və yaxud da dəstək göstəririk ki, gəl bir yerdə təmizləyək. Bu zaman uşaqda həm məsuliyyətli olmaq, həm də əmək vərdişi formalaşır. Yəni uşaq hər hansı bir xətanı edəndə, sözə qulaq asmayanda ədalətli cəzalardan istifadə etmək olar. Amma cəza qədər mükafatın verilməsi də vacibdir. Mükafatın verilməsi necə? Məsələn, dostunun yanında oturmaq istədiyi hər hansı bir məsələnin nüansı tətbiq edirlər. Məsələn, qayda nümunələri olur ki, qaydalara qulaq as, əməl et, danışmamışdan və yerindən durmamışdan əvvəl əlini qaldır. Nəzakətli sözlərdən istifadə et. Bu şəkildə, yəni tətbiq edirik. Yəni mükafatlandırma da nə deməkdir? Yəni məsələn, cəzada dedik ki, boyanı dağıdıbsa, onu məsələn təmizləmək, mükafatda isə yoldaşınla birgə hər hansı bir işin öhdəsinə gəlmək, əl işi hazırlamaq, istədiyin fəaliyyətlə məşğul olmaq bu kimi mükafatdan istifadə edə bilirik. Bunlar hər biri qaydalara aid olan nüanslardır. Bir də qeyd edirəm, qaydaların sayı 3-5-dən olmalıdır. Tərbiyəçi və uşaqlarla birgə hazırlanmalıdır. Qaydalar hazırlanarkən sadə, dəqiq, aydın olmalıdır. Qeyri-müəyyənliyə yol verilməməlidir. Uşaqlar yəni nə demək istədiyimizi başa düşməlidirlər. Və yaxud da ki, onu illüstrasiya, şəkil formatında biz uşaqların qarşısına, məsələn, sanki qızlar bir-birinin saçını çəkir, onun üzərinə X şəkli qoyub ki, olmaz. Yəni bu formatda uşaqlara şəkilləri göstərərək biz anlatmış ola bilirik fikrimizi. Belə. Sonra gəlir prosedurlar. Prosedur nə deməkdir? Prosedur və qayda bir-birinə bənzəyir. Onların da belə deyək, fərqlilikləri var. Hər hansı bir işi yerinə yetirmək üçün bir qrup spesifik addımdır. Ardıcıllıqdır, alqoritmdir. Yəni ardıcıllığa əməl etmək, alqoritm, ardıcıllıq, yəni mənasını ifadə edir. Burada uzun-uzadı mürəkkəb sözlərdən ibarət olan məsələləri kənara qoyub, düzgün olan məsələləri yerinə yetirməkdən bəhs olunur ki, qısa, sadə, yerinə yetirə bilən olmalıdır, anlaşıqlı olmalıdır, əmr formasında ya da indiki zamanda olmalıdır və prosedurun öyrənilməsi zamanı burada 3 məsələdən istifadə edirik. Öyrədirik, məşq edirik, möhkəmləndiririk. Nələr oldu? Öyrədirik, məşq edirik, möhkəmləndiririk. Bəzən uşaqlar prosedura əməl etməyə bilirlər. Bunun səbəbi nə olur? Onların prosedura əməl etməməsinin səbəbi birincisi, uşaqlar prosedurun nədən ibarət olduğunu bilmir. Yəni qayda nədir, prosedur nədir? Bunlar haqqında məlumatlı deyil. İkinci bir məsələ, necə tətbiq olunacağını, hardan başlayacaqlarını bilmirlər. Və üçüncü bir məsələ, prosedurlara tərbiyəçi vaxt sərf etmir. Yəni ən azı prosedurun nə olması haqqında məlumat verməlidir, necə tətbiq olunması haqqında uşaqlara öyrətməlidir və müəyyən qədər vaxt sərf eləməlidir ki, uşaqlar bunu öyrənsin. Və məşğələnin başlanması, yəni başlamamışdan əvvəl prosedurunu belə ifadə edə bilərik ki, müəllimdən kömək istəyərkən nə etmək lazımdır? Şəhadət barmağımızı qaldırırıq, əlimizi qaldırırıq, səbirlə müəllimin bizi görməsini gözləyirik, səbirlə müəllimin yaxınlaşmasını gözləyirik. Bunların hər biri təbii ki, prosedurların daxilindədir. Və müəllimin işarəsi ilə danışırıq və danışanda diqqətlə ona qulaq asırıq. Baxışlarımızı ona yönəldirik, göz təması qururuq. Yəni qarşılıqlı hörmət prinsipinə əməl edirik. Burada təbii ki, bir qədər məşğələdə səs-küy də ola bilir. Uşaqlar məsələn səs sala bilirlər. Yenə də bu prosedur qayda tətbiq olunanda müəyyən qədər artıq
yaxşı olurlar. Uşaqlar öyrənirlər, qaydalara tabe olurlar, prosedurları öyrənirlər. Məsələn, əl qaldırmaq, dəfələrlə tərbiyəçi bunu bir ay, 2 ay, 3 ay izah edir, başa salır və daha sonra onlarda vərdiş halına çevrilir. Bir də bir məsələ var, konfliktlərin həlli var. Konfliktlərin həllindən əvvəl onu qeyd edeyim ki, prosedurdan qaydanın fərqi nədir? Qaydalar dedik ki, davranışla bağlıdır. Yəni uşaqlar üçün ciddi təhlükə yaradan zaman vəziyyətlə bağlı olur. Yəni elə formada deyilməlidir ki, uşaq işin ciddiyyətini anlasın. Qaydalar daha biraz prosedurlara baxmış fərqli olur. Amma prosedurlar isə hər hansı bir işin hər zaman, hər gün eyni qaydada yerinə yetirilməsidir. Qayda pozulduqda ədalətli cəzadan istifadə olunur. Prosedur isə daha çox burada belə deyək də pozulduqda cəzadan istifadə olunmur və qaydanın sayı 5-dən artıq olmur. Prosedur isə bir qədər qaydadan çox ola bilər. Daha sonra konfliktlərin həlli və uşaqlar arasında ixtilafların olması halları yaşanır, proseslər olur. Burada nəyə diqqət etməliyik? Birinci növbədə uşaqlara konfliktlərin həllində kömək göstərməliyik. Bunlar nələrdir? Məsələn, uşaqlar aralarında problem yarana bilər, bir-birindən mübahisə edə bilərlər, hər hansı bir əşya, oyuncaq üzərində mübahisə edə bilərlər. Bu normal haldır. Digər bir tərəfdən konflikt baş verdikdə uşaqlarla işləməkdə 6 prinsipdən istifadə edə bilirik. Bunlar hansılardır? Birincisi, bircə dəqiqə gözləyin, zəhmət olmasın. Aha. Deməli, burada nələr üzrü sayın, 2 dəqiqəlik söz soruşurdum. Konflikt baş verdikdə nələrə diqqət etmək lazımdır? Burada 6 yanaşmadan istifadə edirik. Birinci növbədə uşaqlar əgər aqressivdirsə, bir-birinə qarşı, məsələn, oyuncaq üstündə, stol üstündə dalaşırlar. Təbii ki, ikisi də aqressivdir. Bu halda vəziyyəti sakit yanaşmaq lazımdır. Yəni müəllim də aqressiv olsa, onlar kimi davransa, o zaman uşaqlar müəllimdən nümunə götürür. Çünki müəllim rol modeldir. Ona görə hər zaman sakit, soyuqqanlı olmalıdır. Vəziyyətə sakit yanaşmalıdır. Zərərli hərəkətləri dayandırmalıdır. Əgər uşaqlar bir-birinə vurursa, itəlirsə, bu hal dayandırılmalıdır. Uşaqların hisslərini mühakimə etmədən qəbul etməlidir. Məsələn, uşaq ağlaya-ağlaya öz probleminə danışırsa, bu zaman tərbiyəçi diqqətlə qulaq asmalıdır və hisslərini mühakimə etməməlidir və qəbul etməlidir onu. Və mübahisədə iştirak edən bütün uşaqların fikirlərini bildirməyə imkan verməlidir və məlumat toplamalıdır. Bu prosesin nədən yarandığını başa düşməlidir. Problemi onlar üçün yenidən təkrarlayın. Bu cümlə əslində biraz müəllimlər başa düşmür ki, yəni problemi onlar üçün yenidən təkrarlayın nə deməkdir? Yəni əgər hər hansı bir məsələ üstündə dava varsa, təkrarlamalıyıq ki, yəni nə üçün mübahisə edirsiniz? Oyuncaq üstündəmi və yaxud da stol üstündəmi bu şəkildə? Və həll yolu barədə onların fikirlərini soruşun, onlara təkliflər edin və bir neçə həll yolları axtarmağa çalışın. Bu da konfliktlər baş verdikdə istifadə olunan üsullar kimi götürülür. Yəni vəziyyətə sakit yanaşmalıyıq, zərərli hərəkətləri dayandırmalıyıq, uşağın hisslərini mühakimə etmədən qəbul etməliyik, uşaqların fikirlərini bildirməyə imkan yaratmalıyıq, problemi onlar üçün yenidən təkrarlamalıyıq, həll yolu barədə onların fikirlərini soruşmalıyıq və birlikdə belə deyək də seçim etmələrinə şərait yaratmalıyıq. Bir də burada ən son hissədə olan məsələ qaldı ki, altıncıda barışıq üçün lazım ola biləcək kömək və dəstəyi göstərin. Və uşaqlara növbətçilik bacarığını, yəni növbə gözləməyi öyrənmələrinə kömək etmək lazımdır. Daha sonra məsələnin həll yolunun tapılmasında onların öz öhdəliyinə buraxmaq lazımdır. Əgər onlar həmin məsələni həll edə bilmirlərsə, qərarları verə bilmirlərsə və ya problem yaranırsa, bu zaman tərbiyəçi müəllim özü metodlardan istifadə edərək barışıq yollarını təmin eləyir.
Daha sonra bir məqam var ki, burada əsas məsələdən biri uşaqların burada siyahısını tutub onların birinin bu gün birinci gedəcək addımı, yəni məsələn tutaq ki, oyuncaq üstündə dalaşırlar. Həmçinin burada mətbəx taymerindən də istifadə etmək olar. Məsələn 5 dəqiqə sən oynadacaqsan, 5 dəqiqə yoldaşın oynadacaq. Bu şəkildə, yəni birinci, ikinci anlayışını uşaqlara biz burada aşılayırıq. Yəni taymer anlayışı məktəbə qədər təhsildə ən çox istifadə olunan üsullardan biridir ki, uşaq oyuncaqdan yəni istifadə edə bilir. Bu şəkildə. Digər bir tərəfdən ə, burada məktəbə qədər təhsil müəllimləri uşaqların davranışla bağlı yaranan problemlərinin həll edilməsi üsullarını göstərməklə yanaşı, həm də onlara hörmət aşılayır. Eyni zamanda özünün tənzimləməyi, öyrənməyə həvəsləndirən demokratik mühit yaradır ki, bunun üçün çalışa bilərlər. Uşaqlar müsbət ünsiyyət, uzun müzakirə və müzakirələrdə qaçmaq əvəzinə, yəni hərəkət etmək, danışmaq daha çox ə, vaxtı düzgün istifadə edirlər. Məsələn, uşaq bloklardan yanlış istifadə edirsə, ona demək lazımdır ki, bunlar nəsə tikmək üçün yaxşıdır. Görək əlimizdə nə gəlir, nə hazırlaya bilərik. Yəni yaxşı ünsiyyət qurmağın yollarını biz uşaqlara öyrədirik. Və davranışın arxasında dayanan hissləri öyrənmək lazımdır, dəstəkləmək lazımdır, uşağı mühakimə etməmək lazımdır. Məsələn, həyatda olduğunuz zaman istədiyiniz qədər qaça bilərsiniz, amma otaq daxilində qaçmaq yol verilməzdir. Məsələn, yerimək yaxşıdır. Olmaz, düzdür, kəlmələrindən istifadə olunur, amma daha çox məsələn, yerimək yaxşıdır, yavaş hərəkət etmək yaxşıdır. Bu kimi yəni təsdiq cümlələrdən istifadə edirik. Daha sonra ə, ucadan danışmaqdansa biz həmişəkindən, yəni yumşaq formada danışmaq uşağın diqqətini daha çox cəlb edir. Biz yalnız tərif və ya tənqiddən istifadə etməməli, uşaqlarla əks əlaqəyə, yəni diqqət etməliyik və ittihamları nitqimizdən çıxarmalıyıq. Yəni bir növ uşaqları hər an günahkar hiss etdirmək olmaz. Bu doğru bir anlayış deyil. Bu daha çox açıq və təhlükəsiz emosional mühit yaradır. Uşağı ittiham etmədikdə və o da rahat bir mühit olur. Uşaqlardan biri blokları götürmək və onları yenidən rəfə qoymaq üçün uzun müddət və ciddi cəhdlə çalışırsa, belə bir cavab daha təsirli olar ki, otağınızda səliqə yaratmaq üçün çox çalışdığına görə təşəkkür edirəm. Yəni uşağın gördüyü işə görə ona stimul vermək, həvəs vermək lazımdır və beləcə blokları sonradan tapmaq və istifadə etmək asan olacaq. Və məsələn, əla iş görmüsən deməkdən daha yaxşıdır. Ona gördüyü işi barədə daha əhatəli məlumat verir. Amma həddindən çox da tərifləmək də düzgün anlayış deyil. Məsələn, əlasan, məsələn, yanlış işdə görsə, əladır, qəşəngdir, superdir. Bu kimi kəlmələrdən çox da istifadə etmək olmaz. Yəni düzgün əks əlaqə, düzgün rəy vermək lazımdır. Daha bir məsələ, istifadə etdiyimiz sözlər qrup otağının hər kəsə məxsus olduğu və hamının birləşib bir icma yarandığını ifadə etməlidir. Əgər desək ki, xahiş edirəm mənim sənədlərimi götür, onda bu uşaq nəticəyə gələcək ki, sinif otağı müəlliməyə aid mühitdir, amma bu sənədlər bir yerə yığaq demək otağın hər kəsə məxsus ortaq məkan olduğunu başa düşürlər, aydınlaşdırırlar. Ən vacib məsələlərdən biri də uşaqlar arasında ünsiyyəti asanlaşdırmaqdır ki, uşaqlar ünsiyyət qurarkən bir-birlərini başa düşməsini təmin etmək üçün bəzən müəyyən mənada tərcüməçi kimi fəaliyyət göstəririk. Hərdən bir uşağın digərinə dediklərini təkrarlamağı tələb edirik ki, sözləri daha yaxşı anlaşılsın. Yəni bir-birini başa düşsünlər. Digər vaxtlarda bu fəsildən əvvəlcədən müzakirə olunduğu kimi, həm də uşaqlar arasında qarşıdurma yaranarkən vasitəçilik etməyimiz lazım gələ bilər və unutmamalıyıq ki, uşaqların bir-biri və böyüklərlə danışması üçün geniş imkanlar olmalıdır, yaxşı imkanlar yaratmalıyıq. Sakit otaq uşaqların nitq inkişafına, müsbət sosial qarşılıqlı əlaqələrinə, ruhi sağlamlığına kömək edir. Müəyyən qədər səs-küylü, çox məsələn, belə deyək də, yüksək templi otaqda məsələn səs-küy olduqda uşaqlar da sıxıla bilir. Özləri məsələn istəyirlər ki, mühit yaxşı olsun, amma özlərindən asılı olmayaraq bəzən səs-küy ola bilər. Bu zaman təbii ki, tərbiyəçi müəllim prosedur qaydaları uşaqlara xatırlatmalıdır ki, mühitdə daha yaxşı olmalıyıq, daha məsələn bir-birimizə qulaq asmalıyıq, növbəmizi gözləməliyik. Bu kimi kəlmələrdən istifadə edir. Və burada bir məsələ var ki, davranışın doğrudan səbəbini müəyyənləşdirir hər hansı bir davranış pozuntusunda və dəyişməyə çalışırıq. Qarşısını almaq, qrupun qayğıkeş, cavabdeh, dəstəkləyici və stimullaşdırıcı olduğuna əmin olmalıyıq ki, uşağın çətin davranış
nümayiş etdirməsinin qarşısı alınsın. Lazım gələrsə fiziki mühit dəyişilsin. Burada müdaxilə etmək qəti, lakin nəzakətli şəkildə uyğunsuz davranış burada dayandırılır və uşağın ehtiyaclarını ifadə etmək və münaqişəni yoluna qoymaq üçün alternativ yollar göstərilməlidir. Dəyişdirmək hər cür davranış doğuran səbəb və hərçənd bəzən ə, səbəb, yəni dəqiq və müəyyən olunursa, burada çətinliklər yarana bilir. Məsələn, ixtiyari və qeyri-ixtiyari şəkildə olur. Uşağın özü üçün bu davranış problemi deyil. Sadəcə davranış, məsələn, sözlü şəkildə ifadə olunduqda işə yarayır və uşaq istədiklərini əldə edir. Bu istər oyuncaq olsun, istərsə də qarşı tərəfdən olan diqqət olsun. Qəzəb, qorxu və ya digər güclü emosiyalar ifadə etmək üçün bildikləri yeganə yol budur. Ağlamaq, məsələn, qəzəb, qorxu. Hətta körpə uşaqlarda mürəkkəb hisslər var ki, lakin çox vaxt onları lazımi şəkildə ifadə edə bilmirlər. Yəni tam şəkildə fikirlərini çatdıra bilmirlər. Qidalanmanın lazımi səviyyədə olması və ya zəif sağlamlıq, allergiya, beyindəki kimyəvi balanssızlıq, yüngül autizm və inkişafın ləngiməsi üzündən yetişkənliyin olmaması kimi fiziki səbəblər var ki, uşaq özünü gücsüz, dəyərsiz hiss edir, özünü yaxşı hiss etmək üçün intensiv olaraq güc göstərməlidir. Bəzən isə bunu ağlayaraq, məsələn, səbəbsiz yerə özünü məsələn yerə ataraq göstərir. Uşaq istədiyi, ehtiyac duyduğu nəsə əldə etməyin daha yaxşı yolunu bilmir. Yəni sözlərlə ifadə etməyin yolunu bilmir. Ona görə bu şəkildə ifadə edir özünü və uşağa kömək etmək, davranışını yaxşılaşdırmaq üçün ailədə problemlərə və çətin davranışa səbəb olacaq halları araşdırmaq lazımdır. Ola bilər valideynlə bağlı ola bilər, ana-ata ilə bağlı ola bilər. Bunun səbəbini bilməliyik. Yəni valideynləri həm də günahlandırmaq əvəzinə onları tərəfdaş kimi yanaşmamız da çox vacibdir ki, tez-tez valideyn iclasları təşkil edə bilərik, müzakirələr aparıla bilər, onları maarifləndirə bilərik. Valideynlərin verdiyi məlumatlardan istifadə edərək uşağın özünü yaxşı apardığı və ya kapriz göstərmədiyi zaman ona daha çox diqqət ayırmamız üçün plan tərtib etmək məqsədi ilə birgə çalışa bilərik. Çətin davranışın mümkün səbəblərini başa düşmək, uşağa qarşı həssaslığımızı artırmağa kömək edir. Burada da məsələ ondan ibarətdir ki, valideynlə birgə tərəfdaş olduqda, dəstək göstərdikdə uşağın inkişafı tamamilə sürətlə gedir. Sevgi göstərməmək, daima onu tənqid etmək, cəzalandırmaq, yəni uşaqlarda aqressivliyi gətirib çıxardır. Ona görə hər zaman empatiyadan istifadə edirik ki, empatiya uşağın nəyə ehtiyacı olduğunu, nə hiss etdiyini başa düşmək, özünü narahat hiss edən zaman kömək edilə biləcək ən vacib məqamlardan biridir. Və uşaqlar əsəbi olduqda, qəzəbli olduqda qarşısını almaq, uşaqlara kömək etmək üçün ən təsirli strategiya onlardan özünə inamı artırmaqdır, özgüvəni formalaşdırmaqdır. Onlara seçim etmək, liderlik və digər müvafiq məsuliyyəti öz üzərinə götürmək, başqalarına müsbət təsir göstərmə bacarığı, bunlar nümayiş etdirilir ki, fərdi diqqətə layiq görülmək, təqdir olunmaq, dəstəklənmək, ciddi qəbul olunmaq uşaq tərəfindən yəni sevilir. Buna görə də hər zaman özgüvən uşaqlarda birinci növbədə formalaşdırmaq lazımdır. Sinif prosedurları, qaydaları, yəni uşaqlara qarşılıqlı münasibətlərimizin xoş, səmimi, qayğıkeş olması vacibdir. Çünki pozitiv sosial qarşılıqlı təsirlər uşağın inkişafında sürətli yol açır və münaqişələrin həllində təcrübəni özündə cəmləşdirən kurikulum strategiyaları olduqca uşaqlar üçün faydalıdır. Müsbət qarşılıqlı münasibətlər, neqativ davranış bir-birini istisna edir. Uşağın davranışı çətindirsə, biz özümüzdən soruşmalıyıq ki, bəlkə elə günah bizdədir. Əgər uşaq mühitə alışa bilmirsə, çətinlik çəkirsə, özümüzə sual verməliyik ki, nəyə görə belə olur? Bunun uşağın davranışı, yəni həmən uşağın davranışı qrupdakı bütün uşaqlardan açıq-aşkar fərqlənsə də etməli olduğumuz məqamlar var. Qrupdakı aspektlər, tədris planları, cədvəllər və həmin uşaqla qarşılıqlı münasibətimizi, ona qarşı həssaslığımızı dəyişməliyikmi? Özümüzə sual veririk. Çox vaxt başqalarının dəyişməyin ən yaxşı yolu elə özümüzü dəyişdirməkdir. Yəni qarşı tərəf dəyişmirsə, özümüzü dəyişməliyik. Eyni strategiyadan dəfələrlə istifadə ediriksə, fayda görmürüksə, deməli problem bizim özümüzdədir. Və yaxud da ki, yəni özümüzə sual verilməliyik ki, hansı metoddan istifadə etsəm
daha faydalı olar. Yəni insan hər bir şeyi bacarır, insanın əlindən hər bir şey gəlir və təbii ki, bu çətinliklərin öhdəsindən də gələ bilər. Əgər uşağın emosional olaraq ehtiyacları varsa, problem gələcəyi anı gözləməkdənsə ona mümkün qədər müsbət və yetərincə diqqət yetirməliyik. Uşaqların özlərini dəyərli hiss etməsi vacibdir. Onlara çoxsaylı imkanlar yaratmalıyıq. Bura aid olan strategiyalardan biri də fəaliyyətə başlamamışdan əvvəl uşaqlara gözləntiləri açıq-aydın şəkildə bəyan etməkdir. Bu yolla onların uğursuzluğu yox, əksinə uğur qazanmağına kömək göstərə bilərik və uğura kökləndirə bilərik. Müdaxilə də ki, uşaq yanlış hərəkət edəndə əksər böyüklərin ilk işi hansı yolla onu cəzalandırmaq olur. Bu da təəssüf ki, doğru deyil. Yəni bu ədalətli cəzadan fərqli olaraq, yəni başqa cəza üsullarıdır ki, bu doğru deyil və təəssüf ki, bu yolla daha da biz uşağı aqressivləşdiririk və cəzalandırmalar məsələn şifahi formada uşağı alçatmaqdır, fiziki olaraq incitməkdir, onun hüquqlarından məhrum etməkdir ki, bu da təbii ki, yol verilməz haldır. Qəti şəkildə müəssisələrdə belə hallara yol verilməməlidir. Çətin davranışlı uşaqların çoxu artıq özlərini ruhdan düşmüş və gücsüz hiss edir. Cəzalar isə bu hissləri yalnız gücləndirir və davranışı yaxşıya deyil, pisə doğru yönəldir. Cəzalar qarşılıq etibarilə, yəni uşaqlar arasında olan münasibəti də zəiflədir. Böyüklər arasında olan məsələn münasibət də zəiflədir ki, böyük uşaqla ünsiyyət quranda əgər dəfələrlə ona öz güvənini aşağı salırsa, cəzalandırırsa, istər-istəməz münasibətləri zədələnir. Ona görə uşağın dilini tapmaq, ehtiyacını qarşılamaq, ona differensial yanaşmaq lazımdır, düzgün yanaşmaq lazımdır. Bu əsas qaydalardan biridir. Burada bir digər məqam var ki, məsələn, deyir orada müdaxilədə 3 addım var. Birinci uşağın hisslərini yoxlayın. Deyə bilərik ki, görürəm ki, sən də almanın oyuncağı ilə oynamaq istəyirsən, mən sizə kömək edəcəm və heç kimin səni və başqalarını incitməyinə imkan verməyəcəm. Yəni dəstək, kömək göstərmək. Və belə ifadələr işlətdikdə çətinlik çəkən uşaqlara təsəlli verdik və bu da uşağa kömək etmək üçün orada olduğumuzu, baş verənlər haqqında yalan danışmağı, müqavimət göstərməyin, situasiyadan qaçmağın və qulaq asmamağın mənasız olduğunu anlamağa kömək edir. Sakit olmaq və hamını sakit saxlamaq effektiv müdaxiləni həyata keçirmək üçün qavrayıcı emosional vəziyyət olmalıdır. Əgər əhvalı çox pisdirsə, əvvəlcə onu sakitləşdirməyə çalışmalıyıq. Yumşaq təsəlli verici səslərdən istifadə, üz təbəssümü, jesti, mimikadı, bu kimi üsullardan istifadə edirik. Üçüncü bir məsələ isə müvafiq davranışı öyrətməkdir ki, uşaq pis davranırsa, öncə düşünməliyik ki, onu müvafiq, yəni necə yolla öyrədə bilərik, davranış qaydaları necə izah edə bilərik. Buna görə də fərqli və daha effektiv davranış qaydaları təklif olunmalıdır. Həmən davranışda da yaxşı nəticəyə uşaqların çata biləcəyini göstərməliyik. Əgər uşaq uyğun davranış qaydalarını bilir, yenə də pis davranırsa, həmən hərəkətləri təkrar edirsə, yaxud bilərəkdən şıltaqlıq edirsə, yenə də bu hal uşaqla bizim aramızda kimin üstün olduğunu sübut etmək üçün mübarizə aparmağa əsas ola bilməz. Bu uşağa əməllərinə görə məsuliyyət daşımağı, nə etməli olduğu və gözlənilən nəticəni əldə etməyi öyrədir. Bunun effektiv olması üçün bütün qrupun münaqişə edən hər iki uşağı bir yerə toplamalıyıq, onlara xitab edərək deyirik. Hər ikiniz bu oyuncaqla oynamaq istəyirsiniz və hər ikiniz də oynamalısınız. Sizə kömək göstərəcəm, dəstək olacağam, bir-birinizə zərər vermədən bu problemi həll etmək üçün nə edə bilərsiniz? Burada təhlükəsiz qrup otağı olmalıdır. Sonra həll yolları təklif olunmalıdır. Birinci uşaq sakitləşdirildikdən sonra oyuna daxil olmalıdır ki, daha faydalı olsun. Digər bir tərəfdən istiqamətləndirmə var ki, uşaqlar istədiklərini əldə etmək və ya məqbul yollarla istədiklərini etmək üçün imkan verdiyimiz yer. Bu məqbul davranış öyrətməyə çox oxşuyur, lakin daha yönəldici və birbaşadır. İşləmək üçün uşağın hərəkətlərini, niyyətlərini daha uyğun olmalıdır və digər bir tərəfdən e, küçəyə daş atan uşağa atmaq üçün təhlükəsiz əşya verilə və ya daş atmaq üçün təhlükəsiz yer göstərilə bilər. Yəni davamlı olaraq bu bir uşaqdır, daş atır. Məsələn, otaq içərisində və yaxud da müəssisənin həyətində biz ona deyirik ki, bu düzgün yanaşma deyil. Amma məsələn, əgər onun enerjisi onu etmək istəyirsə, hər hansı bir zərərsiz bir əşyanı boş bir sahədə atmasına icazə verilə bilər. Heç kimə zərər yetirmədən.
Və burada istiqamətləndirmə uşağın başqa bir oyuncaqdan istifadə etməsinə, həvəs göstərilməsinə ehtiva edir ki, bu vəziyyətdə istiqamətləndirmə aqressiyaya alternativ yol öyrətmir. Çünki belə bir yol yoxdur. İstiqamətləndirmə azyaşlar və ya inkişafda geri qalan uşaqlar üçün təsirli strategiya ola bilər, yəni istiqamətləndirmə. Çünki onlar alternativ davranışa dair təklifləri tam başa düşə bilmirlər. Məqbul davranış daha məqsədə uyğun vaxtda öyrənildikdə qısa müddətli yol kimi əlverişlidir. Diqqət verməli olduğumuz məqam strategiyanı tətbiq edərkən əmin olmalıyıq ki, diqqətimiz yersiz davranışa səbəb olmayacaq. Davranışın məqsədi diqqəti cəlb etmək və hakim olmaq uğrunda mübarizəni yayındırmaqdırsa, digər davranışın məqsədinə xidmət edə bilər. Bunun baş verdiyini hiss ediriksə, təhlükəli olmadığını nəzərə alaraq davranışa məhəl qoymamalıyıq. Əgər təhlükəsiz davranışdırsa, məhəl qoymamalıyıq. Daha da məsələn uşağın gözünün içərisinə baxdıqda daha da çox edir. Ümumiyyətlə çox qısa və sakit bir şəkildə səni görməməzliyə vururam demək burada faydalıdır. Çünki bu uşağa davranışdan xəbərdar olduğumuzu və onu qəbul etmədiyimizi bildirəcək. Sonradan uşağın emosional həyəcanı azaldıqda onun ehtiyaclarını ödəmək üçün daha məqbul yol öyrədə bilərik. Eee, Bu addımda paralel olaraq uşaq çətin davranışı nümayiş etdirməkdənsə, ona verdiyimiz müsbət və diqqəti də artırmalıyıq. Bir növ biz bilirik ki, müəssisələrdə elədik ki, uşaqlar arasında olan problemlər olur, mübahisələr olur. İstər-istəməz elə kaprizli, bəzən çətin uşaqlar olur. Burada müəllimin göstərəcəyi əsas məqsədin başında səbir dayanır. Səbirli olmaq, istiqamətləndirmək, qayda prosedurları istifadə etmək, israrlı olmaq əsas məsələlərdən biridir. Bu da bizim məşğələnin effektiv idarə edilməsi üçün olan mövzumuz idi ki, qayda, prosedur, gözlənti. Biraz qəbul edirəm, uzun və qarışıq mövzudur, amma əsas biz bilməliyik burada qayda, prosedur, gözlənti, bir də konfliktin həlli necə olmalıdır bu şəkildə. Bununla bağlı başa düşmədiyiniz nə isə varsa soruşa bilərsiniz.